İstəsəniz çörəyə batırıb ləzzətlə yeyin, istəsəniz piraşkinin yanında servis edin, istəsəniz də süfrəyə məzə kimi təqdim edin. Dəhşət ləzzətlidir, acı sevənlər üçünsə tam bir möhtəşəm bir ləzzət bombasıdır. Qırmızı biber, acı biber, pomidor, soğan, sarımsağı bir gözəl közləyirik. Bunu manqalda da edə bilərsiniz, mən sobada etdim. Daha sonra hamısını qabıqlarından ayırıb bir qazanın içərisinə əlavə edin. Üzərinə duz, istiot, pul biber, şəkər tozu, sirkə əlavə edin və qaynamağa buraxın. Bunlar bir gözəl qaynamalıdır, qəşəng hamısının suyu bir-birinə qarışmalıdır. Közlənəndə daha ləzzətli olur. Daha sonra isə bunu blenderla bu formaya gətirin. Qışa saxlamaq üçün sterilizə etdiyim bankalara yığdım. Qapağını üzərinə sadəcə qoyun, bu şəkildə qazanda qaynadın. Daha sonra sıx ağzını bağlayın və qışa tədarük edin. Nuş olsun, göz haqqınızı hal edin. İnanın o qədər ləzzətli olur ki, bunu piraşkinin yanında da servis edə bilərsiniz. Bu və daha maraqlı videoların ardın gəlməyini istəyirsinizsə səhifəmi izləməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.